Salam əzizləyicilər, Abşeron rayon Masazır qəsəbəsində əlim yanında belə bir gözəl, deməli, 3 otaqlı, 2 mərtəbə, tam təmirli, hər mərtəbəsində hamam tualeti olan torpaq sahəsi də 2 sot torpaq sahəsidir, 200 kvadrat torpaq sahəsidir. Evdə 145 kvadratdır, bax belə bir balkonlu qoşa daşdan inşa olunub, evin də hər tərəfinə keçmək olur. Burada da bu ərazidə əzizləyicilər Masazırın giriş yuxarı massividir. Qapısı da gördüyünüz kimi jalüz qapısı var, pultla açılır inşallah. Əlavə bölümdə də belə bir seyf qapısı da var. Yəni hər dəqiqə bunu açıb içəri girməyə ehtiyac yoxdur. Yalnız maşın girəndən girənə bütün tok sistemi də hamısı hazırdır. Həyətin işıqlandırılmasına qədər burada həyətin yəni işıqları da var. Gördüyünüz kimi bunları indi yandırmamışıq. Su da 24 saatdır, açacam görərsiniz. İstəsəz bu evi 4 otaq mətbəx studiyada eləyə bilərsiniz. İçəridə mən sizə göstərəcəm. Mərtəbə arası monolit betondur. Birinci mərtəbə ümumən istipoldur. Boiler sistemi də əzizləyicilər. Deməli, su 24 saat, qaz, su, işıq, mərkəzi kanalizasiya hamısı var. Sayğacda quraşdırılıb. Suyun sayğacı içəridədir. Qazın, işığın sayğacı çöldədir əzizləyicilər. Su da burada 24 saatdır. Açacam, baxasınız inşallah. Deməli, görürsünüz, maşallah. Çox gözəldir, çox gözəl. Əsas sudur, su həyatdır inşallah. Yəni evdə əsas olaraq birinci növbədə sudur. Deməli, napora, motora, gidrafora ehtiyac su çəninə ehtiyac yoxdur. Kürsülüdür, qoşa daşdır əzizləyicilər. Birinci mərtəbəsi, tikintinin tam deyim sizə, təmiz olsun, halallı olsun. Birinci mərtəbəsi qoşa kubikdir, kürsülüdür. Yəni kubiklə tikilib. İkinci mərtəbəsi qoşa kərpiç deyilir. Yəni böyük bir kərpiçlər tərs qoyulur, qoşa kubik kimi məsafəsi olur. Yəni tək kərpiç belə qoyulur. Bu hissə kimi yəni tikilir. Tikintini bilməyənlərə də bildiyimiz qədər üzr istəyirəm. Yəni məlumatı verək. Birinci mərtəbəsi tam istipoldur. Mərtəbə arası əzizləyicilər monolit betondur. Hər mərtəbəsində hamam tualeti var. Deməli, hamam aksesuarlarına qədər hamısı quraşdırılıbdır. Deməli, evlərin çoxsuna baxırsınız, internetdə də baxırsınız. Belə gedib özünüz də görürsünüz ki, çoxsunda təzə tikilən evlərdə. Bu ev, belə deyək, yeni çıxıb satışa əzizləyicilər. Yeni qiymətdə də 10.000 qiymət endirilibdir, təcili olaraq satılır. Masazırın giriş yuxarı massividir. Marşruta 100 metr məsafəsi var. Ətrafda yaşayışdır, evlər də küçəsi genişdir, mərkəzi kanalizasiyadır. Çox gözəl quru yerdir, nəmişliyi yoxdur. Bax, evə girəndə gördüyünüz bu, hamısı qranit daşlar, gözəl modeldə, pilləkənlərin metallarına qədər hamısı görürsünüz, çox gözəl dizaynla seçilib, gözəl modeldə, gözəl təmiri, keyfiyyətli materiallarla görürsünüz. Burada radiator, yəni kombin aparatını bura qoyarsınız inşallah. Allah ev olmayanlara qismət. Hələ ki, yayda ehtiyac yoxdur, özünüzü xərcə salmayın. Bura kombin aparatı qoyulan yerdir və istipoldur. Görürsünüz, bu turbalar hamısı inşallah, hamısı evin, belə deyək, birinci mərtəbənin hamısı yeri sarıyıbdır. Bu hissə də mətbəxdir, əzizləyicilər. Bura mətbəxdir. İstəsəz, əgər istəsəz layihəni dəyişmək, 4 otaq etmək istəsəz, məsələn, buranı da həm mətbəxdə də böyüdə bilərsiniz burada, həm də ki, mətbəx studiya eləyib bu hissəni. Məsələn, o mətbəxti, məsəl üçün, burada köçürmək olar və burada köçürmək olar, bu hissəyə də köçürmək olar. İndi hərənin bir zövqü bir layihəsi var inşallah. Əgər istəsəz, bu mətbəx studiya etmək istəsəz, 4 otaqlı alınır. Yəni, bura qonaq otağıdır. Belə bir gözəl modellə qonaq otağı var. Görürsünüz, çılçıraqlarına qədər hamısı asılıbdır. Əlavə bunlar hamısı. Yəni, ev alanda 1 manat da, yəni hamısı puldur. Adam təzə ev alanda əlindəki pulu verirsən. Hər otaqda da istilik sistem kombi turbalarında görürsünüz. Gizli işıqlarına kimi, gizli pərdələrinə kimi hamısı qoyulubdur. Hər otaqda kombi sistemi də var. Yəni, belə deyək, birinci mərtəbənin ağla bura döşənən hissəsi hamısı istipoldur və hər mərtəbədə sanitar qovşağı görürsünüz. Burada əlavə çinmək üçün üzr istəyirəm. Bu aksesuar da quraşdırılıb. İçinin hər bir tuşuna qədər, hər bir şeyi yerbəyer hamısı inşallah quraşdırıb. Şkafına kimi və geniş sildə moyda, yerdən aralı moydadırına qədər hər mərtəbədə inşallah
qoyulubdur. Qalxaq ikinci mərtəbəyə. Qiymət də desəz ki, bu qiymətə yəni ev olmaz, belə pis çıxmasın, yəni yalançılıq olmasın. Yəni 2 mərtəbə, düzü 3 otaqdır, 4 otaq mətbəx üstüdə eləyə bilərsiniz. Amma 2 mərtəbə bu dizaynda, bu modeldə bütün aksesuarlar quraşdırılmış. Hər mərtəbədə elə ev var ki, məsəl üçün 90 minə, 85 minə alırsan, 3 otaqlı ev alırsan. Amma bu 3 otağı ilə onun böyük fərqi var. Çünki hər mərtəbəsi hamam tualeti və aksesuarlarda. Bu da ikinci mərtəbənin deməli, sanitar qovşağı, üzr istəyirəm, hamam tualeti. Burada ikinci mərtəbənin koridorudur. Bu hissə yataq otağıdır. Xahiş olunur, kanala abunə olub, bəyənə paylaşaz, like düyməsinə toxunun, xahiş olunur. Hər otaqda çılçıraqlarda model, dizayn şəkildə görürsünüz, quraşdırılıb. Bu da ikinci mərtəbənin 3-cü otağı. Aboylar da çox gözəl seçilibdir. Görürsünüz, çox gözəl aboylarla. Hər otağında da görürsünüz, deməli, üzr istəyirəm, kombinin turbalarına qədər hazırdır. Radiator otaq dəmirlərinə qədər inşallah işlədə bilərsin. Çılçırağına qədər rəngli və yeni dizaynda, yeni modeldə quraşdırılıb. Qiymət, əzizləyicilər, təcili olaraq əlim yanında 80.000 manata satışa çıxarılıb. 80.000 manata. Real alıcıya da inşallah bir şirinlik olacaq, cüzi indirim olacaq Allahın izni ilə. Balkonda var inşallah, balkonu da göstərim sizə. Ətrafda gördüyünüz kimi yaşayışdır. Əzizləyicilər, qiymət 80.000 manatdan satışa çıxarılır, 80.000 manatdan. Real alıcılar razılaşma olacaq. Nömrə 050 473 4509. WhatsApp səng eynidir. 050 473 4509. Satış, deməli, əmlaka baxanda az yaşlı uşaqlar göndərmir, xahiş olur. Başqa evlərimizdə var satışda, nəqd və kredi ilə təmirli və təmirsiz satılan əmlakı varsa müraciət eləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər, sağ olun, Allah sizi qorusun.